Salam dostlar, mən Şəhla İsmailova. Bu günləri sizlərə 17 nömrəli kataloqumuzun yenilikləri və sevimli məhsullarımla qarşınızdayım. Hər birinizdə xoş izləmələr. İlk öncə sizlərə 17 nömrəli kataloqumuzu göstərmək istəyirəm. Hansı ki bu kataloqumuzda digər kataloqlarımızda olduğu kimi super endirimli qiymətlərlə yepyeni məhsullarımız var və həmçinin də onu da qeyd edim ki, bu kataloqumuzun hədiyyəsi pattilərdir. Hansı ki 55 manat olan bu pattilər sadəcə olaraq 3 qəpiyə hədiyyə olaraq sizə gəlir və kimlərə gəlir onu da qeyd edim. Hal-hazırki kataloqda qeydiyyatdan keçirsiniz pulsuz şəkildə və özünüzə evinizdə lazım olan bütün məhsullardan fabrikdən əldə etmiş olursunuz. 20% endirimlə və növbəti kataloqda bu pattiləri əldə etmiş olursunuz. Bəs bu pattilər nə işə yarayır? Bu pattilər gözaltı şişkinlikləri, göz altında olan minik qırışları açmaq üçün ideal bir məhsuldur. İndi isə keçək bizim yeniliklərimizə və sevimli məhsullarıma. İlk öncə sizlərə saç boyalarını təqdim etmək istəyirəm. Expert seriyasından olan bu saç boyaları yenə də ikisinə al, biri hədiyyə kampanyasında idi və mən də bu kampanyadan yararlanaraq 3 ədəd saç boyası əldə etdim. Növbəti yeniliyimiz isə belə bir duş gelidir. Çox möhtəşəm qoxusu var. Deyərdim ki, duş gelindən daha çox mandarini sanki limonada oxşuyur mu deyim, hansısa bir sərinlədici içkiyə mi oxşuyur deyim. Çox gözəl qoxusu var. Yəni mandarin sevənlər üçün ideal bir seçimdir. Digər yeniliyimiz yenə də belə bir mandarin əl kremidir. Bunu da sizlərə göstərmək istəyirəm. Belə bir bağlaması var. Bunu açırıq buradan. İndi isə teksturasına baxaq. Baxın. Çox gözəldir. Əlləri anındaca yumuşaq edir. İnanın ki, əllərin qidalandırılmasında belə əllərinizə belə toxunduqda hiss edirsən ki, krem artıq sənin dərini qidalandırır. Yəni o qədər gözəl bir hiss verir insana. Növbəti kremimiz yenə də Zima seriyasından olan, bilirsiniz ki, qışda bu kremdən, yəni mütləq hər kəs istifadə etməlidir. Çünki şaxtalı vaxtlarda, soyuq havalarda bu krem ailə üçün ideal bir vasitədir. Bunu da yoxlayaq. Zima kreminin qoxusu vanillidir, amma digər mandalini olan isə mandalin qoxusu verir, eynən duş geli kimi. Bu da eyni zamanda, yəni eyni teksturaya malikdir deyərdim. Hər ikisi də kremlərimizin möhtəşəmdir. Yəni siz də bu kremlərdən alın, istifadə edin. Növbəti məhsullarımız isə yenə də belə bir qablar üçün yuyucu vasitələrdir. Hansı ki biri soda effektlidir, digəri isə mandarin. Mən mandarini çox sevirəm deyə hər bir şey mandarin qoxulu, mandarin tərkibli seçirəm. Ona görə də bu məhsulları da çox sevirəm. Digər məhsulumuz isə Activity seriyasından olan ayaqlar üçün pattilərdir. Hansı ki bədəndə olan şişkinlikləri deməli təmizləyir, detoks effekti verir. İstifadəsi isə çox asandır. Sadəcə olaraq gecə yatmazdan öncə ayaqlarınızın altına yapışdırırsınız. Səhər durduqda isə ehtiyatla ayaqlarınızın altından qoparırsınız və bədəninizdə olan bütün artıq necə deyim, maddələri təmizləmiş olur. Digər yeniliyimiz isə Axiology seriyasından olan C vitaminli tərkibli belə bir hidrofil yağıdır. Növbəti məhsulumuz isə N4W seriyasından olan qara nöqtələri təmizləmək üçün belə bir misliyar sudur. Digər vasitəmiz isə ləkə çıxarıcı vasitədir. Bunu da hər zaman istifadə edirəm və hər kəsə tövsiyə edirəm, çünki vazgeçilməz məhsullarımın arasındadır. Digər vasitəmiz isə legendarlı Axiology, yəni əfsanəvi Axiology seriyasından olan belə bir sos vasitəmizdir. Hansı ki bu vasitə hər bir evdə olmalıdır mütləq ki, çünki istər hansısa həşəratların sancması zamanı, istər yanıqlar zamanı əlinizin altında bu məhsul mütləq ki olmalıdır. Çünki çox gözəl təsir effekti var. Bunun da teksturasını sizlərlə paylaşım. Baxın, belə bir mavi rəngdə. Belə bir teksturaya malikdir. Rəngi isə mavidir. Sonra digər yeniliyimiz. İlk öncə bunun qablaşmasına baxın. Çox mükəmməl qablaşmaya malikdir. Bunu belə etməyi hər kəs sevir məncə. Sonra indi isə keçirik bizim möhtəşəm məhsulumuza. Çox gözəl qablaşması var və favori məhsuluma çevrilmiş olacaq bu məhsul, inanıram. İndi isə gəlin birlikdə üz üçün olan bu kosmetik vasitəni sizlərə təqdim edim. Deməli, bir hissəsində rumianadır, digər hissəsində pudradır, digər hissəsində üz korrektoru
üçün istifadə olunacaq məhsulumuzdur. Digər hissəsində isə highlighterdır. Gəlin bunların rənglərinə və teksturalarına baxaq birlikdə. Baxın, bu highlighterımızdır. Bu korrektorumuzdur. Korrektor deyəndə əslində korrektor deyil, sadəcə olaraq üz cizgilərin daha belirgin göstərmək üçün olan bir vasitədir. Bu bizim pudramızdır. Bu isə kimisi allıq deyir, kimisi rumyana deyir, kimisi ənliş deyir, hərə bir cür deyir. Baxın, belə bir gözəl parıltıya sahibdir. Görünüşü isə belədir. Məncə rumyana ilə highlighterın parıltısı möhtəşəmdir. Sonra indi isə keçirik növbəti yeniliyimizdən olan bürçlər üçün seçilmiş ətrimizə. Ətir daha çox parfüm deyil də tualet suyu olaraq keçir. Bunu sizlərə təqdim etmək istəyirəm. Məndə olan deməli qoç bürcü, bir dəqiqə sizə daha ətraflı göstərim kataloqumuzda. Deməli, məndə olan versiyası qoç, şir, oxatan bürclər üçün keçərlidir. Digər bürclər üçün də burada qeyd olunubdur. Deməli, gəlin ətrimizlə tanış olaq birlikdə. Çox şirin və çox balaca ölçüdədir, amma görüntüsü superdir. Yəni, çantanızda istifadə etmək üçün mükəmməl bir seçim olardı, mən deyərdim. İndi isə qoxusunu sınayaq, təbii ki. Qoxusu möhtəşəm, super. Yəni, mən öz bürcümə uyğun almışam. Yəni, dəhşət dərəcədə çox əla qoxusu var. İnanıram ki, hər bürcün insanı özünə uyğun ətri seçdikdə çox bəyənəcək. Əgər bilsəz ki, bu 3 bürcdən mənim bürcüm hansıdırsa və şərhlərdə qeyd etsəz, mən sizə kiçik bir hədiyyə yollayacağam. Yəni, siz də istəsəniz, burada qeyd olunan bürclərə uyğun olaraq istədiyiniz ətri seçim edə bilərsiniz və özünüz üçün ala bilərsiniz. Sonra keçirik növbəti məhsullarımıza. Bu da bizim yeniliklərimizdən biri olan bəylər üçün nəzərdə tutulmuş belə bir kosmetik çantadır. Yəni, mənə elə gəlir ki, yalnız qadınlar yox, həm də bəylər də kosmetik çanta istifadə etməlidir. Nəyə görə? Çünki onların da üz üçün müəyyən, tutalım ki, təraşdan sonra istifadə etdikləri losyonlar, gellər və yaxud da saç kremləri, digər vasitələri olur. Onları səyahət edərkən rahat bir şəkildə özləri ilə aparmaqları üçün mükəmməl bir vasitədir deyərdim bu kosmetik çantamız. Baxın, içərisi çox böyükdür. Belə bir cibi var, zamokludur. Sonra belə bir kənar hissələrində əşyaları yerləşdirmək üçün hissələri var, yəni bölmələri var. Bu üzündə də yenə belə bir setkalı cibi var. Bir də burada zamoklu kiçik cibi var. Yəni material sizə göstərmək istəyirəm. Çox gözəl keyfiyyətə malikdir. Siz də bunlardan alıb yaxınlarınıza hədiyyə edə bilərsiniz. Qarşıdan da yeni il gəlir, yəni mükəmməl bir seçim etmiş olarsınız. Növbəti məhsullarımız belə bir Oxyology seriyasından olan patilərdir. Deməli, bu patilər mənə hədiyyə gəlib. Nəyə görə? Çünki Oxyology seriyasından bir məhsul seçdikdə avtomatik olaraq şirkət bizdə bu Oxyology patilərini hədiyyə göndərir. Yəni, belə gözəl, mükəmməl bir şirkətlə əməkdaşlıq edirik, hansı ki, bütün məsləhətçilərini düşünərək hədiyyələr seçmiş olur. Sonra gəlin isə bəylər üçün nəzərdə tutulmuş maskləri sizlərə təqdim etmək istəyirəm. Deməli, ikili paketdə 2 ədəddir, yəni 2 cütdür. Tərkibi 70% pambıqdır, 27% polisteroldur, 3% isə elastikdir. Belə göstərmək istəyirəm. Bu qara rəngdə olandır. Baxın. Materialı qalindir. Düzdür, əldə belə geyinəndə, əldə belə göstərirəm ki, yəni dərdə necə görsənəcək. Bax, bu formada görsənir, amma materialı çox qalindir. Yəni hal-hazırda geyinilə biləcək, yəni istifadəyə uyğun bir məhsuldur. Növbəti rəngimiz isə mavi rəngdir. Bu da eyni materialdadır. Ölçüləri isə 40-41, 42, yox, 41-42 və 42-43 razmerləri arasında dəyişilir. Baxın.
belə bir material amacıdır. Amma çox gözəldir. Yəni keyfiyyəti möhtəşəmdir. Bir də yenə də bəylər üçün olan belə bir qara rəngdə maskimizdir. Bunun da demək tərkibi 45% poliestirindir, 26% akrildir, 22% neylondur, 4% şerst, yəni yundur, 3% elastikdir. Yəni dartılan bir materialdır. Siz də alıb istifadə edə bilərsiniz. Baxın, bu adi elə bildiyimiz normal naskilər kimidir. Material da çox gözəldir. Bunun da materialını çox bəyəndim. O birisi biraz belə setka kimi görünür, amma eyni qalinlikdədir də. Yəni hər ikisinin keyfiyyəti çox qəşəngdir. Bir də belə bir hədiyyəlik paket aldım. Baxın, siz də bu paketlərdən əldə edərək hədiyyələrinizi rahat bir şəkildə yerləşdirib əzizləriniz, yaxınlarınıza hədiyyə edə bilərsiniz. Və sonda isə Brindley seriyasında olan Şirin babanı almasam olmazdı. Bunu da çox sevdim. Onun için dedim ki %100 məndə bu oyuncaqdan mütləq olmalıdır. Çox yumuşaq və çox qəşəng materialda geyimi var. Yəni super bir şeydir. Mənim üçün yəni əlverişli bir şeydir. Hər zaman bundan sonra çəkilişlərimdə bu Şirin babada bizimlə birlikdə çəkilişlərimiz də olacaq. Deməli, məhsullarım bitdi. Hələlik bu qədər. Əgər videolarımı bəyənirsinizsə və yaxud da başqa formada çəkməyimi istəyirsinizsə, şərh bölməsində mütləq və mütləq qeyd edin və mən də sizin istəyinizə uyğun, sizin zövqünüzə uyğun videolar hazırlayım və əlbəttə ki, videolarımı bəyənənlər, məni seçib izləyənlər mütləqdir ki, abunə olsunlar, kanalımı takibə alsınlar, like etsinlər videolarımı və izləmədə qalsınlar. Çünki hər kataloq yeniliklərlə dolu videolarımla sizin qarşınızda olacaq. Bugünlük bu qədər. Sizinlə Şəhla İsmailova idi. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik.